Əhməd, bizi izləyicilərimizi tanış elə zəhmət olsa Deməli, itlərindən. bunun adı Kratos'dur. Oynamağı da çox sevir. Aksullara buradan salamlar. Salam aleykum. Xeyla hündürdür də ora. Azərbaycanın ən iri dişi itlərindən biri. Salam əziz izləyicilər. Bugün gəlmişik çoxunuzun TikTok'dan tanıdığımız XL Dogs pitomnikinin sahibi Əhmədin pitomnikinə. Salam aleykum əmin. Əhmədin həqiqətən çox gözəl itləri var əziz izləyicilər. Ona görə videoya axıra qədər baxın. Əhməd, bizi izləyicilərimizi tanış elə zəhmət olsa Deməli, itlərindən. bunun adı Kratos'dur. Oynamağı da çox sevir. Gördüyümüz kimi. Bəli. Mənlik bir şey yoxdur. Özü. Kratos'un neçə yaşı var Əhməd? Kratos'un 3 yaşı var. 14 fevralda olublar da. 3 yaş neçə aylıqdır? Hə, 3 yaş 3 aylıqdır təxminən. 3 aylıqdır, hə. Deməli, Boyu, çəkisi. boyu 90-dan yuxarıdır. Çəkisi axırıncı dəfə ölçəndə biz 1 ildən çoxdur ölçmüşük. Onda 84 kiloydu. Onda yayda ölçmüşdük. İndi bilmirəm. Məncə 100 kilonu rahat yığar. Yəni mən 1.76-yam da əziz izləyicilər. Yəni burada bilmirəm hiss eləyirsiniz kameradan yoxsa yox. Mən çox vaxtı kameradan fikir verirəm ki, yaxşı hiss olunmur itin böyüklüyü. Amma həqiqətən Kratosdur. Nişanları var da bunun. Yəni belə. Yəni bunu itməz heç vaxtı bu it. Allahın izni ilə var. Dilində qara bir dənə xalı var. Aha. Plus bütün... Onu göstərə bilirsən? Kanişdə bir də özü göstərir. Hə, özü tutdu söhbəti. Plus dırnaqlarının Bəli. onu da qaradır. Qaradır. Hə. O köhnə itbazlar bilər onu. Hə. Onu Onu vurğulayacaqdım ki, yəni deməli ki, bunun bir mənası var. Onu yəni köhnə itbazlar bilər. Qızıl ağzı qara. Qızılı, ağzı qara, dırnağı qara. Hə. Dırnaqların hamısı qara. 10 dırnağın onu da qara olmalıdır. Kimdə belə dişi varsa çox maraqlıdır. Yəni axtarırıq, iri amma. Ki vuraq idealini, eksteryerini bir dənə it alaq. Həqiqətən fikir verirəm, ayaqları, əlləri hamısı yerində. Buna bilsəz neçə paçka qlukozamin vermişik. Belə olması üçün. Hə. Gözəldir. Ümumiyyətlə ağır və hündür itlərdə problemdir arxa ayaqlar. Ya qabaq ayaqlar. Təbii. Ona görə çalışırdı. Çünki bir çoxu düzgün qaydada saxlamır, bağlı saxlayır, açıb bırax. Səndə maşallah əraziyə var. Açıb buraxırsan çox güman ki, Kratos qaçır o yana, qaçır bu yana. Ona görə də öyrəşib də. Bunun qardaşı da bizdədir. Marduk. O bundan boyda biraz balacadır. Amma onun kimi fiziki güclü it görməmişəm mən ömrümdə. İndi onu da mənim deyə demirəm. Yəni saxlama. İstəsən sənə belə remeni verərəm. Gör saxlaya biləcəksən yoxsa yox. Var gücünlə tut. Məncə bu geyimdə çox da ehtiyac yoxdur. Mən tutaram, mənə görə baxarsan. Yoxlayarıq. Baxarsan. Şeydir. Çünki mənim elə özümün də çox çəkim yoxdur. Aparar məni. Marduk 92 idi onu ölçəndə, keçən idi. 92 kiloydu. O da yəni tam da olmamışdı. Bunların plusu nədədir? Yəni ağır çəkili olsalar da 75-dən yuxarı ağır çəkili sayılır da. Mecnunarod standartlara görə. Çox hərəkətlidirlər, raboçidirlər. İşlə xüsusiyyətləri yüksəkdir bunlar. Sadəcə görünüş deyil də. Sadəcə görünüş belə yavaş-yavaş qaçsın, yatsın, eləsin, elə deyil. Qarğa tutmuşdu keçən il. Mən bilmirəm necə elədi onu, amma qarğanı tutdu boğdu. Gəldim ki, qarğa ölüb. Hə, Kratos. Ümumiyyətlə Kratos səndə doğulub, yoxsa? Hə. Onda anası, atası buradadır. Anası ölüb, atası da bilmirik hardadır. İnarsan tapa bilmədi o iti. Nə qədər elədi tapa bilmədi. Hə, belə deyək, cütləşdirmişdiniz, sonra atasının qanı gedir çıxır Ruslan Karayevin kaplanlarına. Onlar döyüşdürürlər itləri Dağıstana. Hə, biz ehtiyacı yoxdur. Amma qanı yaxşıdır. Anası da indi kadra qoyarsınız istəsəz. İdealin eksteriyerindən bir dənə dişi idi. Var da, səndə şəkilləri var. Şəkilləri, videoları var, baxarsınız. Mendidir adı, Mendi. Ondan heyif bunlardan sonra dahi bala ala bilmədi. Bir dəfə Stuçayni bizdə yerli itimiz var. O ilə cütləşdi, balalar oldu. Super oldu, ağız başı iki, amma boy belə vermədi.
başı ağzı yekəydi, boyu bu vermədi. Bir şey 83-dən yuxarı verirdi, 87 arası belə. Evet. Bu boyda vermədilər. Gözəldir. Bu necə deyirlər, yəni Kratosun doğuşundan olan balalar ancaq Kratosu saxladın oradan yoxsa Yox, Kratosu, Marduku, bir Aha. dənə də bacısını. bacısı? Bir bacısı burada dostumuzdadır Binəqədidə. Aha. Birini də vermişəm dostumuza. Xəbərimiz yoxdur. Yəni onu verəndən sonra xəbəri yoxdur. Ümumiyyətlə yaxşı. Bax, belə keyfiyyətli balalar alanda sən onu satırsan yoxsa Yox, çalışıram onları saxlayım özümdə. Aha, bəli. Saxlayım. Ya da ki elə bir insana verirəm ki, Nəzarətində ya satıram olsun. ya verirəm ki, Bəli, yəni onlar ona super baxacaq və ortada bir şey çıxacaq. anladım. Ki sonra gedib videosunu çəkəndə Anladım. bilinsinlər necə oldu. Onun özünə görə bir hekayəsi var. Kratosun? Bəli. Kratosun hekayələri çoxdur. Aha. Məsələn, qardaşı ilə axırıncı dəfə 7 ayında görüşüb. 7 ayında bunları ayırdım çünki Aha. elə bir dava çıxartdılar ki burada. Güclə bəla ilə yəni ayırdım. Açıq buraxılanda, hə? Aha, bir yerdə yaşayırlar. Hə. Ondan sonra bunu ayırdım. Pastayanla da küçüklükdən Kratos, Evet. lap balacalığından, nə bilim 25 günündən ayrı uzanıb yatırdı. Bütün küçüklər bir tərəfdəydi, bu qıraqda elə bir amma bu niyə belə küsüb? Videoda var idi. Tapsam o videonu Bəli. qoyarıq. Kratos qıraqda belə otururdu, tək. Adinochka. Sonra dördünü saxlayanda 2 dişi, 2 Bəli. erkək. Bir dişi, bir erkək bunu təkləyirdi pastayanı. Hə. Sındırmaq istəyirdilər, elə bil ki. O indi alfa budur burada. Ona görə o Biz də o birlər hələ tək onu qəbul eləməyib ki, alfadır. O birlər Hə. də özlərini alfa bilirlər. Məsələn, mən hiss edirəm ki, Yox, ayırd eləmək üçün sən gərək onları buraxasan ki, orada Hə. münaqişə baş versin. hə, Bunun da oradakı tərəfdarı yox, deyilik. Ona görə bəli, hə. yola verilməz. Ona görə elə bilməsələr yaxşıdır. Hə. Hə, qoy belə olsun. Onda gedək, əgər bu Gedək qardaşını göstərək. Gedək. Gəl Kratos, gəl. Səni necə bağlayacam bilmirəm prosta. Gəl. Ki, qardaşın səni götürməz. Əhməd, neçə yaşı var Drakonun? Drakonun təxmini 10 yaşı var. 10 yaşı. Təxmini. Drakonun boyu, çəkisi nə qədərdir təxminən? Boyu təxmini 82-86 arası ölçməmiş heç vaxtı. Bəli. Çəkisi də ki 100 kilo olar. 100 kilodan bəlkə 100 plus 100 məncə də. plus Çünki olar, həqiqətən də əziz izləyicilər, yəni bu dəqiqə hal-hazırda mən Drakonun yanında bayaqlar görəndə Drakonu, yəni gördüm ki, yəni pəncə nə bilim çox biraz düşünürəm daha cavan olsaydı Pensiyadadır indi. həqiqətən hə. Pensionerdir. Bayaqda harda yer tapır, orada da yatır. Əhməd, ümumiyyətlə bu itləri burada baxıram, bayaqdan fikir verirəm ki, ərazi olaraq da genişdir. 1 hektar var yəqin ki bura. Var. Hə. Yəni itləri açıq qaçırdırsanmı burada ümumiyyətlə? Qaçırdıram hə. Yarım gün yarısı açıq olur, yarım gün Aha. o birləri açıq olur. Hə, hansılar bir-biri ilə yola gedirsə, Yola açıq gedirəm, buraxırsan. onları buraxıram. Gözəl. Ümumiyyətlə burada nə qədər it var? Ondan yuxarıdır. 10 plusdur. Hə. Bu Aydındır. hobbi də, bu Aydındır. yəni biznes deyil. Anladım. Yəni yetişdirmək üçün saxlamırsan, sadəcə olaraq Özüm yetişdirirəm yəni. Düzdür, balları olanda Aha. artıq yəni onları satırıq təbii ki. bəs sadəcə bala olsun xatirinə, yoxsa Xeyr, o bəli. hobbidir, özümüz üçün saxlayırıq. İstəyirik belə eksteryeri gözəl olan idealni bir it çıxaraq ortaya. Boylu, puxunlu. Boylu, buxunlu. Həqiqətən. Avropada var, Dağıstanda, Rusiyada var. Bəli. İstəyirəm bizdə də olsun. Mən zaten həqiqətən sənin səhifəvə özüm göz gəzdirəndə görmüşdüm, itlərin həcmlərindən görmüşdüm ki, maşallah bunlar nəsə normadan artıqdılar. Səhifənin adı ona görə elədi. Ona görə Excel dokusda əla. Əla. Onda təklif eləyirəm ki, sən bizə ümumiyyətlə bunların qidalanması barədə, necə qidalandırırsan, bu barədə məlumat verəsən. Ondan sonra keçək bir-bir itlərimizlə tanış olaq. Fərqli olur bunların rasionu, sözlə açıq. Pastayanla eyni şey vermirik. Bəli. Arada bir bişmiş veririk, arada bir çiğ veririk. Toyuqla əti elə bil ki 2 gün birindən veririk, 1 gün birindən veririk. Pastayanla toyuq ya pastayanla ət ya pastayanla itçalat vermirik. Yəni qarın da veririk, sonra toyuq əti də veririk.
toyuğun qənətləri, nə bilim, qabırğaları, sonra kəllə ətləri gəlir. Sonra qamış əti gəlir, türklər deyirlər, qamış əti. Yox, mən onu tanımıram. Hə, o erkək dananın cinsi orqanının yanında olan belə ətlərdir, belə yekə-yekə ətlərdir. Olar. Hə, onlardan veririk. Sonra buna yox, bu bizdə böyüməyib. O birləri təxmini 6 ayına qədər hər gün kaşa vermişik. Gündə bir dəfə elə bir ki, 1 litrə ilə kaşa vermişik yulafla. Ümumiyyətlə, mən sənə deyim ki, sən dediyin şəkildə qidalandırma mənim, belə deyim də, mən o cür bəyənirəm ki, yəni həqiqətən də bir it eyni stabil qaydada getməməlidir. Bütün, yəni çiğ də yeməlidir, bişmiş də yeməlidir, hər bir şəraitə də hazır olmalıdır, hər bir şəkildə, yəni onun orqanizmi də qəbul eləməlidir. Bir iti ümumiyyətlə bişmişə öyrədirsən, sonra haçansa götürüb bir təmiz ət də olsa, çiğ ət verəndə artıq həmin it onu həzm eləyə bilmir və qaytarır filan, belə hallar baş verir. Ona görə mən bəyənirəm, bəli, hərdən dəyişmək çox gözəldir. Əla. Mən həqiqətən ərazi baxımından da çox bəyəndim. Çünki həqiqətən genişdir, rahatçılıqdır və iti sərbəst buraxmaq üçün heç kimə qonşulara narahatçılığı yox filan. Əladır. Bütün günü hürən itimiz yoxdur. Dayanmadan hürən itimiz yox. Super. Onda keçək zəhmət olsa bir-bir itlərimizi göstərək. Əzizlərim, mən içəri daxil olandan bu dişini gördüm. Akraskası, xüsusən yəni rəng çalarları çox xüsusi bir dişi həqiqətən. Yəni belə bir dişi doğrudan da nadir hallarda olur. Onlardan da biri gəlib qismət olub. Əhməddədir. Əhməd, danış görək bunun haqqında. Mən iddia eləyirəm ki, 2-3 dənə də video çəkmişdim. Hələ ki, cavab videolar ya cavaba başqa dişi gətirən olmuyor. Mən iddia eləyirəm ki, Azərbaycanda 4 dənə, 5 dənə iri dişi varsa, onların biri budur. Ən iri dişilərdən biri budur. Yazırlar kommentariyada, bizdə var idi. Bizdə var idi, amma öldü. Nə bilim. Bizdə var, amma rayondadır, göndərmişəm. 118 kilo it görmüşəm dişi. Heç bir ortalıqda yoxdur, niyə? Yəni sözdə var, amma göstərən yoxdur, bunu deyək. Göstərən varsa, problem yoxdur, gətirin iti. Yol pulunu da veririk. Gətirin video çəkək. Amma balaca çıxsa yol pulunu qaytaracaqsınız. İndi qaldıraq ayaq üstə. İndi soruşacaqlar neçə kilodur, neçə nə bilim nədir. Gətirin baxaq, problem yoxdur. Mən deyirəm ki, iridir. 90-dan yuxarıdır. Çəkisi 100-dən yuxarı olan məncə. Çünki bu xüsusən də əziz izləyicilər, mənim üçün sizi bilmirəm, mənim üçün ən önəmli olan cəhətlərdən biri itin ayaqları. Yəni ola bilər ki, it düz necə deyirlər, gözəl itdir, yaxşı itdir və düzgün necə deyirlər, seleksiya ilə doğulub. Sadəcə olaraq onu yetişdirib düzgün formada da saxlamaq lazımdır ki, ayaqlar düzgün olsun, forması düzgün qalsın. Həqiqətən baxırsan ki, 90 plus itdir, ayaqlar düppədüz. dişlərini də çəkmək istəyirsiniz. Qılıqlarını, bunu qırıb yazıq şey eləyəndə. Mal sümüyü yeyəndə qırıb bunları. Biraz çox veriblər mal sümüyü. Neçə yaşı var? 5 təxmini. Olar olmaz. Bu da balacalıqdan səndədir, yoxsa sonradan gəlir? Bunu bizə dostum göndərib. Bəli. Ağsu. Neçə yaşında? 1 ildir burada təxmini. Avqustda 1 il olacaq, avqustun axırı. O da necə oldu? TikTokdan dostlaşdıq. Bəli. Üzünü görməmişdi mənə. Bəli. Dosta söhbət elədik, nə bilim, mənim bir tərəfimdə Ağsuldur. Heç nə. Ağsullara buradan salamlar. Salam aleykum. Bir həftə sonra deyir, get itləri qarşıla yoldadır. Göndərim. Görməyib məni. Var elə gözəl insanlar. Mənə görməmişdi, elə itləri göndərdi. 2 dənə iti. Drakoşanı göndərdi, bunu da göndərdi. Drakon da deməli. Bundan iri it var, dişi. O da bizdədir. O da Ağsudadır. Yaxınlarda gətirəcək onda. Drakonun ümumiyyətlə tarixçəsindən, yəni kimin, necə, niyə olmasından, yəni kimin nəvə nəticə olmasından ona görə danışmadıq ki, əziz izləyicilər, biz bilirsiniz ki, biz də elə Əhməd də it döyüşlərinə qarşıyıq. Yəni ona görə də biz insanlara
filan çempion deyə necə deyərlər, o istiqamətdə yönləndirmək istəmirik. Yəqin ki, siz də bizi düzgün başa Əsas düşərsiniz. tarixçəsi elə ora gedib çıxır. Bəli, hə, o da Əhməddən öncə kimlərdə olubsa, yəni o hədiyyə verən qardaşdan da, yəni öncə kimdə olubsa, hə, biraz döyüşdürülüb. O da ki, indi şükür Allaha ki, yəni necə deyərlər, sakit həyat tərzi sürür, gözəl baxılır, gözəl hər şey yüksək səviyyədə. Ona görə düşünürəm ki, sizin də Əhməd demişkən, yəni belə gözəl dişiləriniz varsa, həqiqətən güvəndiyiniz dişilər varsa, Əhmədin TikTok səhifəsi XL Dogs. Müraciət eləyin, yazın. Görürsünüz ki, hər bir şərait yaradır ki, gətirin, göstərək. Mən də hər zaman hazıram. Yəni göndərin, nömrəm qeyd olunub YouTube səhifəsinin məlumat bölməsində. Əlaqə saxlayın, gözəl itlərinizi gələk, çəkək. Qaldıraq istəyirəm. Qaldıraq. Gəl, Alaş, adı Alaşdır. Alaşdır. Hə, Alaşdır adı. Alaşdır. Korpusunu da istəyən çək belə. Təxmini bilsinlər nə qalınlığındadır. Belə eninə də belə də. Yəni əlimi belə arxasına pəncəsini qaldıra bilərəm Əhməd. Ha, конечно. Bunun işi yoxdur adamla. Narahat olma, narahat olma. Məncə çox şey deyir. Buradan da ölçürlər türklər abışını. Enini deyək. Ha, enini. Yəni belə. Belə deyək, mən belə ölçürəm. Oturdu. Bunlar drakonların ikisi də yatmağı sevir. Birazcık gəlsinlər, yatsınlar. Təbii, Bunlar tecrübələr artıq 5 yaş da indi cavan demək deyil. 5 yaş. Bu da marduk. Onun xüsusiyyəti nə deyə bilərdim? Belə qeyri-adi fiziki gücü görür. Pitomnikimizin fiziki ən güclü iti. Balalığında da ən çox bu yeyirdi. Yemək qalırdı, gəlirdi ona yeməyi yeyirdi, gedirdi. Yatdı. Ümumiyyətlə mən fikir verirəm. Sən xüsusən çox interesli adlar qoyursan. Ha. Marduk. Hardan tapmısan o adı? Marduk Tekken'dən oyundu belə. Yo, bilirəm. PlayStation. Tekken'də deməli ən yekə orada personaj var idi. Düzdür, super dalaşmırdı, amma çox yekə idi də. Bunun da adını qoydum Marduk. Ona oxşasın deyə. Bizdə elə burada küçüklər də var, 11 aylıq. Dırnağı bəşim. Pikachu'dur birinin adı. Pikachu. Elə Pikachu kimi də oldu. Necə? Elektrik çarpırdı. Bizdə bir dənə itdə şey yoxdur, qida aqressiyası yoxdur. Ən belə zloy itimizdə belə qida aqressiyası yoxdur. Bir dənə bunda var. Pikachu'da. Belə elektrik çarpırdı adama. Yaxınlaşan kimi Pikachu'luq edir. Əziz izləyicilər, xüsusən vurğulamaq istəyirəm ki, ola bilərsiniz, düşünə bilərsiniz ki, itlərin tükü tökülür, baxımsız falan. Xeyr, sadəcə olaraq biz elə sezonunda gəlmişik ki, çəkilişə. Yəni hal-hazırda tük dəyişən dövrdə də bilirsiniz yəqin ki, ona görə yəni hal-hazırda gündə darasan da, yəni tökülmüş və qalmış hissələr var. Deməli bu Marduk da bildiyiniz kimi Kratos'un qardaşıdır. Təxminən aşağı-yuxarı düşünürəm çəkiləri ilə boyları eyni. Hə, Mardukdan, Kratos'dan birazca boyu qısadır. Çəkisi ola bilər biraz ağır olsun. Bu biraz ağır heyvandır. Hə, bu biraz ondan ağır. Biraz ondan ağır. Bu məşhur güləşçimizdir bizim. Videoları 1 milyon 300, 1 milyon euro. Sənlə güləşir. Hə, mən tanıyırlar. Instagrama yayılmışdı bir ara, virus olmuşdu. Ondan güləşməyə. Sən xüsusən mən videolarda baxdım ki, hamısını itvirəyə qarşı nefslatla falan hamısını necə lazımdır. Birinci Niyaçıdolla yürürük yerlərini. Niyaçıdol da 10 qat edirik. Kim istəyirsə prob eləsin. Niyaçıdol 10 qat edirik, yerlərini yürürük, zəhərləyirik, qalır biraz. Özlərini Niyaçıdolla yürürük. O da təxmini 2 qat, 3 qat dozayla. 1 qat nəsə effekti olmur. 2 qat dozayla, 3 qat dozayla edirik. İri itləri, balacaları eləmirik. Bir nəqs qarnı veririk. Qurd dərmanlarını necə? 3 aydan bir? Qurd dərmanlarını 3 aydan bir təxminən. 2 aydan bir, 3 aydan bir. Arada bir olur
alınmır, gələ bilmirəm, çatdıra bilmirəm 4 aydan bir. Yox, zaten il boyu 3 dəfə Ha. də kifayət edir. Ha. Bir dəfə polni proqresist edirsən, verdin dərmanı, 10 gün sonra bir də verdin, sonra 3-4 ay rahat verməyə bilərsən. Düz. Çünki özlərini öldürür qurtların. Qurtların liçinkaları qalır axı şeyləri, o yumurtaları, onlar ölmürlər. O yeniləri doğulanda da onda öldürürsən. Bir çox hallarda ümumiyyətlə bizim bu həvəskar it saxlamaq istəyən insanlar alır, yığır, doldurur həyətə. 20-30 ay mən belə yetişdirəcəm, belə edəcəm. Sonra altından çıxa bilmir. Nə açıq buraxa bilmir gəzməyə, nə filan, ayaqlarını əyir, qoyur ora. Sonra da baxımsız vəziyyətdə itlər heyif olur, gedir, başlayır sonra itləri saylamağa. Yəni tövsiyəmiz də buradan odur ki, belə şeylər eləmək. Onda digər itlərimizi göstərək. Bunun bacısını göstərə bilərəm. Bir dənə bizdə hədiyyə bir dənə it göndərmişdi qardaşımız Ağsudan. Azərbaycanda ən iri dişilərdən biridir. 5 dənə iri dişi varsa, onun ikinci bəkəndə yerdə, üçüncü yerdə bu bizdəki dişi olan. İriliyinə görə. İriliyinə görə. Boyu da çəkisilə, fərqi yoxdur. Gözəl, göstərək, onu göstərək. Düşünürəm ki, əziz izləyicilər, artıq Mardukun bacısını, Kratosun bacısını göstərmək, yəni özlərindən biraz balacadır boyu. İndi onu belə deyək, valyerdə göstərərik sizə. Ki, zaten yəni onun haqqında danışmalıq bir şey yoxdur. Gedək. Ümumiyyətlə bunda, bacısında hər hansı bir hekayə, nəsə başına gəlmişdir. Bizdə ümumiyyətlə burada ən maraqlı hadisə bunun bacısıyla bağlıdır. Aha. 4 dəfə qaçıb fermadan. Necə? Bir dəfə 31 dekabr sağ olsun bizə hədiyyə elədi. 1 yanvar səhər tezdən saat 5-də gəldi ki, it yoxdur. O vaxtda burada şiferi də ona görə başladı o verəməyə şifer idi. Orada şifer yox idi. Bəli. Amma oradan qaçmışdı. Getdi o Tullanıb. hə, buruqlar. Getdi buruqların arasından tapdı onu. Orada gizlənmişdi. Küçə itləri ilə gəzirdi. Sonra ikinci dəfə eyni yerdən oplandı. Üçüncü dəfə deməli burada götürdüm. Aşeyniklə bağladım onu. Sözümü kəsirəm. Ha? Bu nə kəndirlər? Yəni itləri bağlayıb nəsə edirsən, yoxsa yox? Sadəcə olaraq çoxdandan qalma bir şey. İnanırsan bilmirəm nədir bu. Adamlar var onunla məşq edir. Yox, bu ilə məşq edilməzlər. İdmanlı, hə? Biraz ağırdır deyəsən. İnanırsan prob eləməmişəm. Dedim bəlkə. Yox, bunu tutma olur. Bu nəsə dartmaq üçün idi. Bizdə də orada da var bax. Bunlar əsasən gəmi zad bağlayırlar onunla. Məncə. Yaxşı ideya verdim. Bəlkə itləri bağladım bu ilə. Maraqlı tema. Məşq kimi də var. Prosta yay ayları bitsin sonra. Aha. Deməli ikinci də 2 dəfə oradan qaçdı. Aha. Bir dəfə burada bağlamışdı. Aşağı ikidə tam gəldi gördü aşağı ikidə. Var yox. Böyle yeni olacaq. Buraları dağılır. Canlı məhsul yox. Toplanıb canlı məhsuldan ikinci zabordan o tərəf. Yoxdur. Gedib o zabor var hündür. O zabordan bu biri tərəf hoppanır. Anasının yanına, orada anasının yanına. Ora İlqar, oranı çək. Zaborun hündürlüyünü çək. Dördüncü dəfədə burada bağladı. Onu sonra göstərirəm. Oradan da çerez zabor hoppanır. 4 dəfə. Ona görə də indi start olacaq. İndi karsevdədir. Ona görə də biz sizə onu göstəririk. Mən hara gələm? Açıq şəkildə. Kadr. 4 dəfə qaçan it var idi deyirdiyimizə, dişi. Kratsın bacısı, o budur. 2 dəfə buradan qaçır, bir dəfə oradan, bir dəfə də o tərəfdən. 4 dəfə. Gəl. Gel bura. Gel bura, gel. 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 Al. Hoppanacaq asıladır, hoppanadan. Nereye yapıyor şimdi? Niye bu ne diyor burada? Ne baş verir burada? Yey.
Bu nə qədər idi, Əhməd? Hə? Nə qədər idi? 11 ay tamam oldu bu. Oldu. 11 ay. Studiyamıza zəng var. Əhməd, bu neçə aylıqdır? 11 ay oldu. O qaçan itin balasıdır. Kratosun bacısının. Hə, Kratosun ki bacısı oldu. Ha. Hektor da atası. O yanardaq pitomnik görmüsən? Hə, görmüşəm, Hə, qardaşla atası da danışmışam, inşallah orada təklif edəcəyik, atası amma oldu. hə, yox, tanımıram, iki belə tanımıram. Atası oldu. Bunun üçün də birinci dəfə deyil, biz adətən bunu heç gəzdirməmişik demək olar ki. Hə. Belədir. Orada da o bir tərəfdə də onun qardaşıdır. Pastayanla yemək üstündə dalaşırlar deyə ayırmışıq bunları bir-birindən. Ümumiyyətlə, mən fikir verirəm ki, sən qızıllara üstünlük verirsən. Hə, bizdə qızıl ağzı qara, karişniv ağzı qara. Bu rəngə üstünlük verir. Bir də əziz izləyicilər, sizə bir şey vurğulamaq istəyirəm ki, bilmirəm fikir verirsiniz yoxsa yox. Fikir verirəm ki, Əhmədin itlərinin qulaqları yerindədir. Özü yetişdirdiyi itlərin, yəni ona hədiyyə gələn itləri demirəm. Bu nədən irəli gəlir? Dini nöqteyi nəzərdən, dini inanclarımıza görə. Bəli, yəni belə başa düşdüm ki, yəni günah olduğu üçün, düşündüyün üçün. Zülmdür də. Çünki deyirlər ki, məsələn, qulağa imkan vermir, nə bilim, canavarla dalaşanda və s. nə bilim, problem yaradır. Ən ağrılı nöqtəsidir. O həmən o insanlar ki, deyir ha, ki, canavarla dalaşanda qulaq, nə bilim ki, onlar nə qədər qulaqlı itin canavarla döyüşməyini görürlər. Fakt. Yəni görmüsünüz vəbşi dalaşanda ki, qulağı problem eləsin, zingilləyib qaçsın canavarın qabağında. Ümumiyyətlə nə qədər canavarla itin davasını görürlər. O fərziyyədir. Hə, ağrılı nöqtəsidir. Qulağı təbii ki, ağrıdır. Amma yəni döyüş itlərində də görürük ki, bəzilərinin qulaqları var. Anladım. Mən deyim ki, gözəl təşəbbüsdür. Yəni məndə də bir çox hallarda kommentlərdə falan yazırlar ki, yazıq itin qulağına niyə kəsmişsiniz? İzah edirəm ki, Arxanım, ay qardaş, mənim itim deyil. Yəni müsahibə olmağa getmişəm. Yəni soruşurlar niyə günahdır, niyə olmaz və s. O soruşanlara səhv eləmirəmsə 104-cü surə 119-cu ayə olmalıdır. Səhv eləmirəm. Düz deyirəmsə onu qoyarıq qadra ki, açsınlar, oxusunlar Qurandan. Baxarıq ona mütləq şəkildə bir dənə baxarıq. Qulaq kəsməkdən. Onu yadımızda olsun, mütləq şəkildə o surəni tapaq. Mardukun qızıdır. Bu da qanlı itdi. Anası Çalo bəlkə eşitmişdiniz. Nəmiyyəti Çalo Azərbaycanda var idi. Onun nəvəsidir. Bir tərəfdən də Saymazın nəvəsidir. Bilənlər bilir. Bu yaxınlarda bəlkə xəstələndi. Dedi, yəqin Rusiyoda bitdi söhbət. 3 gün yemək yemədi. Arıqladı, oldu çöp. Sonra iynə, dava, dərman. İndi özünə gəlib, başlayıb yemək yeməyər. Şükür. Nə qədər idi bu? 3 ay olub da, yoxsa sizə olmuşdu. Ha, olub. 3 ay tamam oldu. Qəşəng. Bəli. Ümid edirik bu da ağır çəkili Bu oldu. satışdadır yoxsa necə? Yox. Özünüz üçün saxlamışsınız. Gözəl. Bu da demişdim, videolarda var orada bizdə. Bir dənə F10 ilə dəyişər üzə zarafat eləyirdim. Çox adamın doğrudan elə fikirləşiblər ki, doğrudan F10 ilə dəyişirəm idi. Ya bu satılmır. Yazıram satılmır. Bəli. Altından yazırlar ki, neçədir? Düz. O Yazıram 20.000. insanlar biraz bilmirəm hansı düşüncə ilə komment yazırlar ümumiyyətlə. O videolar var bəzən kommenti olur görmüşsünüz. Həqiqətən elədir. İnsanlar təfərrüata baxmamış, nə yazıldığına baxmamış, nə danışıldığına baxmamış belə altından istədikləri şey yazırlar. Mən sırtığım biri deyil. Bu saxlamasa.
Gözəl, həqiqətən gözəl. Bu hələ kökəlməyib, yəni bu Yox, ən minimalka formasıdır. mən ümumiyyətlə balacalıqdan kökəltməməyə üstünlük verirəm. Düzdür, ayaqlar əyilmir, Ayaqları eləmir. üçün, bəli. Amma bütün o glukozamin, maqnezi, sonra kalsi, D3 və s. hamısını verirsənsə vaxtında. Çox kök yox, normal kök saxlaya bilərsən, problem yox. Gəzmək şəraiti ilə, gəzməyə yeri varsa bu boyda haçab. Yoxsa alırlar, ağır çəkilir iti, ata, ana ağır çəkilir. Düz. Bahalı yemdən alırlar, Royal Canin'dən. Yedizdirirlər, it gəzmir. Üçü qaldıqca da ayaqlar gedir, şpaqat. Üç nə? Əhməd, həqiqətən çox gözəl çəkiliş oldu. Gözəlliklərin var, gözəl baxırsan. Təşəkkür Allah edirəm. sağlığı versin. Şad oldum sənə də canlı Mən də danışmaqda. İnşallah ki, qoyun yerə başqa günlərdə də inşallah görüşərik. İnşallah. Bu da o vaxtda böyümüş olar. İnşallah. Aşeyniklə saxlayalım. Sağ olun əziz izləyicilər. Gələn çəkilişlərə də inşallah.